Xeyir olsun. Okey. Bir daha hər vaxtınız xeyir olsun. Gəlin sizlə başlayaq bugünkü Zoom görüşümüzə. Ümumiyyətlə, gəlin birinci başlayaq görək ki, psixoloq nə deməkdir? Ümumiyyətlə, psixoloq yəqin ki, adından da gördüyünüz kimi psixoloji söhbət, yəni deməkdir. Əslində biz qrupda Yulayınla birlikdə psixoloji söhbətlər apardıq, podkastlar yazdım, texnikanı paylaşdım, vaxtı olan, zamanı olan, yəni maraqlı olan şəxslər iştirak elədi. Qısa da olsa fərqindəlikini bölüşdü. Hətta məncə nəticəsi olan da var. Az da olsa, indi baxmayın da bir həftə işləmişik, tam nəticə də demək sayılmaz. Çünki biraz da bizə vaxt lazımdır. Zoom görüşündə isə düşünürəm ki, əslində bir çox şey daha net şəkildə oturacaq. Ola bilər ki, aranızda texnikanı eləməyən insanlar var. Əgər texnikanı eləməyən insanlar varsa, narahat olmasın. Avqust ayının 31-nə kimi texnika qrupda aktiv şəkildə qalacaq, faydalana biləcəksiniz. Sentyabrda isə əmin deyiləm, psixoloq olacaq ya yox. Hələ ki, iyul-avqust qrupu üçün nəzərdə tutulub. Birinci mən sizə özümü tanıtmaq istəyirəm. Uzun müddətdir məni tanıyanlar tanıyır. Tanımayanlar üçün deyim ki, mən ilk dəfə 2015-ci ildə təhsildə sosial psixoloji ixtisas üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişəm. 2019-cu ildə, 2021-2023-cü ildə Odlar Yurdu Universitetinin Ümumi Psixologiya ixtisasını bitirmişəm. 2024-cü ildə Elmi Tədqiqat İnstitutunda klinik psixologiya üzrə ixtisas artırım etmişəm. Ən sonuncu isə məni izləmisinizsə, 2025-ci ildən bu yana isə beynəlxalq dərəcəli Coaching Akademiyasını uğurla bitirmişəm. Yəni mən rəsmi şəkildə həm psixoloq, həm də koç kimi fəaliyyət göstərirəm. 2020-ci ildən isə artıq bir sıra insanlarla işləmişəm, nəticələrim var, nəticələrimi isə Instagramda bölüşmüşəm. Bundan əlavə bir sıra təlimlər, kurslar keçirəm. Hal-hazırda ödənişli və ödənişsiz keçirəm. Hal-hazırda olan təlimlər hal-hazırda ödənişsizdir. Bir də qeyd eləmək istəyirəm ki, uşaq və yeniyetmələr eyni zamanda yetişkinlərlə çalışıram. Okey. İndi sizin ümumiyyətlə suallarınız olduqca yazırsınız. Mən başlayıram buradan. Okey. Okey, tamam, oxudum. Gəlin indi ilk öncə özümüzə bir sual verək. İndi hər kəsin müəyyən bir problemi var. İyul qrupunu da mən açmışam. Məndə 2 dənə telefon var. İndi alınsa Instagramda da canlıya qoşacağam. Hal-hazırda fikrimi yayındırmaq istəmirəm deyə. Gəlin baxaq görək enerjimizi nə alır. Yəni səsləri bağlayaq, hər kəs bir vərəq götürsün. Vərəqdə yazsın elə vərəqin ortasından ki, mənim enerjimi nə alır? Yəni hər kəsin problemi fərqlidir, düzdürmü? Mən indi sizdən qrup formatında görüş keçirirəm. Bura qədər də artıq səsləri dinlədiniz, fərz edirəm, çalışmaları elədiniz, texnikanı elədiniz. Artıq müəyyən şey alın. Mənim enerjimi nə alır? Gəlin ilk öncə buna baxaq. Suallarınıza keçməmişdən öncə. Məsələn, mən sizə nümunə verəcəm. Tutalım ki, mənim enerjimi atıram ailəvi məsələlər alır və yaxud da mənim enerjimi tutalım ki, gəzməmək alır. Mənim enerjimi iş yoldaşım alır. Mənim enerjimi müdürüm alır və yaxud da mənim enerjimi anam alır, uşağım alır, yoldaşım alır. Ola bilər ki, məsələn, siz deyə bilərsiniz ki, hal-hazırda münasibət həyatımı alır. Yəni, bugün mən hansı sahədə, həyatımın hansı sahəsində bir problem yaşayıramsa, o problem mənim enerjimi istər-istəməz alır ki, mən ona problem kimi baxıram. İkinci halda, mən həyatımda əgər nəsə bir problem yaşayıramsa, mən özümü o problemdən kiçik görürəm. Tamammı? Mən hər həyatımda hansısa bir problemi problem edəcək qədər görürəmsə, demək ki, mən özümü şuuraltı olaraq o problemi özümdən böyük hesab edirəm. Amma əslində bütün problemlərin həlli hardadır? Bizim psixamızdadır. Yəni biz şuuraltımızla düzgün şəkildə işləsək, o problemimizi düzgün şəkildə qaydasına qoya bilərik. Düzdürmü? Razısınız da yəqin ki. Amma mən o problemi ilk öncə həll etməyim üçün mən özümə qarşı səmimi olmalıyam ilk öncə. Mən baxmalıyam ki, mənim ümumiyyətlə bunu problem edəcək dərəcədə nə gətirib ki, mənim həyatımda bu mənim artıq enerjimi alır. Məsələn, tutalım ki, sizin indi suallardan keçəcəm. Məsələn, nümunə suallar oxumaq istəmirəm kiminsə üzərindən. Burada yazsaz daha çox mənə dəstək olmuş olarsınız ki, mən də gedim. Məsələn, mənim deyək ki, ertələmək kimi bir enerjim alan bir məsələ var. İndi gəlin daha dəqiq və net olaq. Məsələn, nəyə ertələyirəm? Tutalım ki, ingilis dilinə hazırlaşmalıyam, ertələyirəm. Nə bilim, işə düzəlməliyəm, ertələyirəm. Nə bilim, kursa yazılmalıyam ki, məsəl üçün dil öyrənim, nəsə öyrənim, amma onu ertələyirəm. Aysə, mənim enerjim alan məsələlər, məsələn, təkrar-təkrar eyni şeyi təkrar-təkrar yaşamaqdır. Tamam. O zaman belə gəlin daha spesifik suallar verək. Mən təkrar olaraq eyni nəyi yaşayıram? Konkret sualı özünüzə verin. Yəni mən burada deyirəm, siz konkret özünüzə verin. Çünki problemi net görməsək, heç vaxt problemi net görməsək, problemi net şəkildə həll edə bilmərik, düzdürmü? Mən birinci başa düşməliyəm ki, əslində mənim enerjimi nə alır ki, bu məndə problem yaradır və problem yaradan bir şey məni incidir.
İncitmə məsələsinə də baxacağıq. Yəni o hissəni də sizinlə danışacağım ki, duyğularımızı necə şəkildə işləyə bilərik. Mhm. Əla. Baxın, burada yazan insanların hər biri iradəli, fərqindəliyi yüksək olan, öz üzərində işləyən insanlardır. Avqust qrupuna qoşulanlar üçün də təlimat göndərəcəm. Biz insanlara ümumiyyətlə qarışmırıq, məsləhət vermirik, diaqnoz qoymuruq. Yəni, belə bir heç kimin səlahiyyəti yoxdur. Ona görə ümumidir. Okey. Baxın, enerjinizi alan şeyləri müəyyən etdinizdə. Buna yaxşı olar ki, vərəqin ortasından, hətta vərəqdə yazasınız. Özünüz yazasınız ki, həm əliniz yazsın, toxunulsan olaraq. Həm göz kontaktından görəsiniz, həm də həqiqətən psixiyaya çatsın ki, həqiqətən mənim enerjimi bu alır əslində. Yəni mənim enerjimi əslində alan bir şey budur. Bəlirsizlik, əla. İndi hazırsınızsa, yəni öz sualınıza cavab verdinizsə ki, enerjinizi nə alır? Yəni bununla üzləşdinizsə, indi gəlin bir şey eləyək sizlə. Keçirəm bura. Bu sözü görürsünüz də yəqin. Neçə hərflərlə yazılıb. Nə yazılıb? Məsuliyyət. İndi mən ümumiyyətlə heç zaman təlimləri uzatmıram da. Həmişə qısa, lakonik, net danışmağı sevirəm və insanların heç zaman vaxtını almıram. İndi diqqətlə məni dinləyirsiniz. Mənim enerji deyirsiniz, istəyirsiniz resurs deyin, nə deyirsiniz deyin, fərqi yoxdur. Yəni mənim zamanımı alan, məni incidən, mənim həyatımda böyük problem kimi görünən bir şey var ha, böyük bir problem kimi görünən bir şey var ha. O bir şey artıq məni narahat edirsə, incidirsə, demək ki, hardasa mənim zamanımı alır və mənim zamanımı alan bir şey məni incidir, düzdürmü? O mənim istər-istəməz enerjimi alır və enerjimi alanda nə olur? Məndə ertələmək problemi yaranır, tənbəllik yaranır, nə bilim, toksik nələrsə baş verir, nəsə düz getmir. Demək ki, mənim bir tərəfimdə hansısa etapda məsuliyyət götürməkdən qaçıram. Məsələn, deyək ki, tutalım ki, atıram, gəlin bunu belə izah eləyim sizə. Məsəl üçün, özünüzü yoxlayın. Tutalım ki, müdürüm mənə qışqıranda və yaxud da ki, məni təhqir eləyəndə, daha kobud nümunə deyirəm, məsəl üçün deyək ki, mənim enerjim gedir. Çünki niyə mən orada özümü ifadə edə bilmirəm, sözümü deyə bilmirəm, məsələn, qrupda yazmısınız, özümü ifadə edə bilmirəm, sözümü deyə bilmirəm və çıxır gedir. Məsələn, qışqırdı, təhqir edir, çıxdı, getdi. Düzdürmü? Bir nümunədir. Və mənim burada məsuliyyət götürməməyim nə ilə bağlıdır? Özümü ifadə etməklə bağlı məsuliyyət götürsəm və sərhədlərimi ifadə etməklə bağlı məsuliyyət götürsəm, məsələn deyirəm, artıq müdürümün davranışı mənə təsir etməyəcək. Amma bir şey mənə təsir edirsə, diqqətlikdə yəqin o şeydə mən də müəyyən mənada məsuliyyətsizlik edirəm. Bilərəkdən yox ha, bilməyərəkdən edirəm. Yəni məsuliyyət elə bir şeydir ki, söhbət ondan getmir. Çox vaxt bizdə məsuliyyət deyəndə iş başa düşülür. Xeyr, həyatımın hər bir sahəsi məsuliyyətdir. Məsələn, mən bugün sizlərlə Zoom link açmışam və sizlərlə görüşəm. Mən bugün hər birinizə görə məsuliyyət daşıyıram. İşlətdiyim sözlərə görə məsuliyyət daşıyıram. Çünki insanlarla işləyirəm, düzdürmü? Və mütəxəssisəm. Məsuliyyətim var. Düzdürmü? Və yaxud da valideynlər ola bilər. Burada məsələn məsuliyyət çox şey ola bilər də. Ana-ata ilə bağlı, övladla bağlı, işlə bağlı. Bizə daha çox psixoloji lazımdır. Məsələn, mənim enerjimi aparan şeylərdə mənim sərhədlərim pozulur. Nə baş verir? Bax, eyni döngüləri niyə yaşayıram? Özümdə hansı tərəfi qəbul edib məsuliyyət götürə bilmirəm ki, eyni döngünü təkrar yaşayıram və bu məndə problem yaradır və mən necə deyim, sərhədimi qoya bilmirəm. Deməli, daha dərinə getsək, məsuliyyət götürə bilmədiyim məsələlərdə tam şəkildə hələ sərhədlərimi özüm üçün, başqaları üçün yox, Köndə görə, Əliyə görə, Vüqara görə, Orxana görə, müdirə görə yox. Hələ tam şəkildə sərhədlərimi müəyyən edə bilməmişəm. Yəni bu tərəfindən baxaq. İndi mən barmaq eləyirəm. Barmaq eləyirəm ki, açılsın. Sonra yadıma düşür ki, əslində bu şeydir də, Zoom linkidir. Okay. Görüm siz nə yazmısınız? Sizə uyğun şəkildə getməyə çalışıram ki, əsəbləşəndə kobud reaksiya verməyimi düzəldə bilmirəm. Məsuliyyətimdir bu da. Əla. Əgər mən özümü müşahidə edirəmsə və müşahidə prosesində görürəmsə ki, həqiqətən də mən kobud reaksiya verirəm və bunu danmıram da. Mən qəbul edirəm ki, mən əsəbləşəndə çox kobud reaksiya verirəm. Aha, deməli mən bu hissədə öz sərhədlərimi sakit şəkildə qoymalıyam ki, əsəbi şəkildə yox, özümü ifadə edərək, məsəl üçün də sərhəd qoya bilim. Yəni, məsələ budur ki, mən orada nə qaydasına qoymam, sərhədimi. İndi duyğulara girəcəm, duyğulara girəndə daha çox sizin üçün aydın olacaq.
Aha, suallar üzərindən gedim. Kimsə mənim üstümə qışqırır, yaxınlarım pis danışır, enerji gedir, qəlbim qırılır, cavab verə bilmirəm. Niyə? Hansı etapda mən məsuliyyəti tam öz üzərimə ala bilmirəm? Bu arada bugünkü canlı görüşdən sonra sizinlə uşaq versiyadan çıxırıq. Yəni böyük olsaq da, yəni hər birimiz yetişkin bir insan olsaq da, içimizdə 3 dənə insan var. Balaca mən, yeniyetmə mən, böyük versiya. Məsələn, ola bilər ki, bir insan 30 yaşındadır, qoşulub, 40 yaşındadır, qoşulub. Amma içindəki balaca uşaq hələ kövrəkdir də, yəni 10 yaşında qalıb. Bu gün o versiyadan da çıxırıq yavaş-yavaş. Ola bilər nəyisə həzm etməkdə çətinlik çəkəsiz, amma narahat olmayın. Okay. Əgər kimsə mənim üstümə qışqırırsa, pis danışırsa, enerjim gedirsə, qəlbim qırılırsa, cavab verə bilmirəmsə, mən özümü ifadə edə bilmirəm. Demək ki, mənim məsələm nədir? Özümü ifadə etməklə bağlı məsuliyyət götürməliyəm və bunun üzərində işləməliyəm. Və sərhədlərim də nə olmalıdır? Kimsə mənim üstümə qışqıra bilməz, kimsə məndən kobud danışa bilməz. Belə olan halda mən məsəl tutalım, atıram, belə bir sərhəd qoyuram. Mən səni tam qarşı tərəfə deyirəm, mən səni başa düşürəm, amma çox xahiş edirəm mənlə bu cür şəkildə danışma. Sonra ki, mənə hansı mövzuda qışqırmışdısa tutam deyirəm, o mövzunu öz başa düşdüyüm şəkildə qarşı tərəfə bildirirəm. Всё. Okay. Nə bizdə, yəni ki, qıcıq yaradırsa, aqressiya yaradırsa, nə bizdə problem kimi görünürsə, o bizim enerjimizi alır. O bizim belə deyək ki, məsuliyyətimiz daxilindədir. Sadəcə o bizim kölgə tərəfimizdir. Qaçırıq və onu özümüzdən böyüdürük. Yəni bugünkü fərqindəliyiniz üçün hələ ki bu sizə yaxşı təsir edir. Daha dərinə gedərəm, amma bilsəm ki hazırsınız. Yavaş-yavaş getməyə çalışıram. Deməli, özümü yetəri qədər müdafiə edə bilmirəm. Razılığımı, narazılığımı lazımi qaydada ifadə edə bilmirəm. Sonra uzun müddət narahat düşüncə məni yorur. Aha, özümü yetəri qədər müdafiə etmək deyəndə hansı etapda özümü təhlükəli hiss edirəm? Və yaxud da təhlükəsiz hiss etməyim üçün mənə konkret olaraq nə lazımdır? Mən nə axtarıram? Özümü inkişaf etməyə ertələyirəm. Əgər siz bugün Zoom görüşünə qoşulmusunuzsa, mən düşünmürəm ki, siz ertələyirsiniz. Sadəcə, bəli, ola bilər ki, məsələn, mənə məsələn, fərdi sessiyaya gələn insanların əksəriyyətini işlətdiyi bir söz oldu ki, mən uzun müddətdir psixoloqa getməli idim, amma getməmişəm. Mən bilirəm ki, mən bunu ertələmişəm. Məsələn, ola bilər, insandır və yaxud da ki, tam ki, təhsil almaq istəyir, bilir ki, təhsil lazımdır ona, təhsil almır, ertələyir, zaman keçir, yaş keçir, məsələn, tutalım ki, 30 yaşında ala bilərdi, uzadır, gəlir 50 yaşında, sonra deyir ki, məsəl üçün, kaş o vaxt 30 yaşımda eləyərdim, 20 il qabaq olardım, bəzən bu durumlar olur. Əgər nə isə ertələyirəmsə, bu mənim uşaq tərəfimdir, ertələyir, böyümək istəməyən tərəfimdir. Böyümək istəməyən tərəfim mənə icazə, uşaq tərəf deyir ki, mənə, yəni uşaq tərəfin qorxuları var, və mən ertələməyə özümə bir fiqur seçirəm, ertələməyə başlayıram. Özümə əslində böyüməyə icazə vermirəm. Bir də mən nəyisə ertələyirəmsə, eləmirəmsə, nədən qaçıram? Bu şeyi ertələyirəm. Okay, ən pis halda nə baş verər? Mən niyə bundan qaçıram? Yəni bunu başa düşəndə olur. Enerjimi alan şey yaxşılıq edib dəyər verib qarşılığında nankorluq görməkdir. Sərhədlərinizi özünüzə pozursunuz. Ola bilər ki, hansısa etaplarda çox fədakarsınız və yaxud da ki, insanları xilas etməyə çalışırsınız. Əslində, bu məndə də var idi. Mən uzun müddətdir insanlarla işləyirəm. En sayda insanlarla ödənişsiz şəkildə, yəni belə deyək də, Zoom görüşlərində olmuşam. Yəni, sosial mediada olmamışam, yalan deyərəm. Yaxınlarda çalışıram ki, Instagramı artıq aktivləşdirim ki, Instagramda görünüm. Bir dənə Instagramdır. Mən də əvvəllər düşünürdüm ki, hə, məsələn, tutam ki, qrupa yığılırdı 1000 nəfər, məsələn, 500 nəfər. Çalışırdım ki, özüm də bilmədən, fədakarlıq eləyirdim, daha çox məlumat, daha çox insanlarla işləyim. Hətta çalışırdım ki, kimisə belə məcburi təlimə yazdırım, kimisə belə məcburi gəlsin, yəni bilməyərək də, ay seansa gəlsin ki, bu insan işləsin də öz üzərində, nə vaxta kimi bu cürqa. Amma bir müddət başa düşdüm ki, yəni əslində özüm sərhədimi pozuram. Onsuz da bunu yəni istəyən insan özü istəyir. Eynilə də siz. Əgər bir insan sizdən yaxşılıq istəməyibsə və siz ona dozundan çox vermisinizsə, burada özünüz öz sərhədinizi pozmusunuz. Deməli, müəyyən etmək lazımdır ki, mən hara qədər verə bilərəm, hara qədər verə bilmərəm. Əgər çox verirəmsə, əslində sevgi qazanmaqmı istəyirəm, təsdiqmi gözləyirəm, dəyərli olmaqmı istəyirəm, hansı duyğudur? İndi mən duyğulara keçəndə sizin üçün aydın olacaq. Bu hissə sizə aydın olacaq. Əla. İndi gəlin biraz daha davam eləyək. Bura qədər maraqlıdırsa, məncə maraqlıdır, suallarımız da yaranır, yaxşı şəkildə gedirik.
Amma biz istəyənlərin imkan kömək etsə ehtiyacım var bunlara. Mən düşünürəm ki, həyatımızın müxtəlif sahələrində bizə dəstək olan insanlar çoxdur. Ödənişsiz şəkildə, fərqi yoxdur. YouTube-da var, Instagram-da ödənişsiz dəstək olanlar var. Yəni ödənişsiz faydalanmaq istəyən insanlar üçün hətta robot olan ChatGPT də var. Əsas odur mən istəyirəmmi? İstəyirəmsə Allah, yəni yaradan deyə, Allah deyə qabağıma bu tipli şeyləri çıxarır. Və bu tipli şeylərdən sonra mən qərar verirəmmi ki, daha da gedim, daha da getməyim. Mən hətta məsələn seansı belə götürəndə birinci insandan 10 dəqiqə ödənişsiz konsultasiya edirəm. Görüm bu insan mənlə işləyə biləcəkmi və yaxud da ki, mən bu insana uyğunammı? Bəlkə mən o insana uyğun mütəxəssis deyiləm və yaxud da o mənə uyğun bir pasiyent deyil. Mən avtomatik olaraq yönləndirirəm. Okay. Birinci bizə aydın oldu nə? Birinci bizə aydın oldu ki, mənim enerjimi alan məsələlər var. Bu məsələlər mənim gözümdə problemdir. Mən özümü o problemdən kiçildirəm. Problemim olan məsələlər mənim məsuliyyətim daxilindədir və problemim olan məsələləri mən əgər məsuliyyətini hələ götürməmişəmsə, uşaq versiyam içimdə ağlayır. Mən niyə görə sizə anata testini atdım, xatırlayırsınızmı? Dedim anat. Məsələ bizim real anatamız deyil. Məsələ bizim, bilirsiniz nədir? Daxili qadın və daxili kişi tərəfi var. O kişi tərəflər barışıq olmayanda tərəflərimiz, uşaq versiyamız hələ balaca olur. Ona görə mən bugün 3K metodundan da danışacağam ki, o metodla necə özümüzü içdən işləyə bilərik, onu sonuna çatdırmışam. Daxili uşaq versiya yaralı olanda münasibətlər, həyatda və problemlərin əksəriyyəti nədən yaranır? Daxili uşaq versiyamızın və daxili anata obrazımızın yaralı olmasından yaranır, əmələ gəlir. Okay, başa düşdük bura qədər. İndi yaxşı, əsas məsələ, mən bura qədər gəlmişəm. Bir çox şeyin fərqindəyəm. Artıq müəyyən bir şeyləri dəyişmək istəyirəm. Mən konkret bilməliyəm ki, net olaraq mən necə bu duyğunu çıxarım. Məsələn, özümü dəyərsiz hiss edirəm, özümü sevgisiz hiss edirəm, özümü günahkar hiss edirəm. Özümü bir şəkildə neqativ hiss edirəm. Mən özümü bu duyğudan necə çıxarım? Çünki mənim həyatımda hansısa bir problem adlandırdığım bir şey var. Bu problemə nəzərən mən qurbanam. Bu şey mənim enerjimi alır və mən bu şeydə məsuliyyət götürə bilmirəm və yaxud da məsuliyyət götürməkdən qaçıram. Çünki belə daxili uşaq versiyam buna hazır deyil. Bəs nə edək? Burada əsas məsələ artıq bizim üzərimizə düşür. Şuuraltı şəkildə işləmək duyğularımızla. Duyğularımızla işləmədiyimiz müddətcə bu şeylərin davamlı olaraq əsiri kimi qalmağa davam eləyirik, özümüzdə bilmədən. Yaxşı, gəlin indi bunların duyğu fonundan sizdən davam eləyək. Ümumiyyətlə, danışdıqlarım arasında kim özünü gördü? Çox xahiş edirəm, səsli şəkildə yox, yazılı şəkildə yazaq ki, mənim diqqətim yayılmasın. Həm də mən burada bir neçə video rekord gedir, bir neçə insan baxacaq. Mən də diqqətim yayına bilir çox zaman. Ona görə istəmirəm konsentrasyonum itsin və ardıcılığı itirim. Belə bir problemlər mən də yaşayıram. Okay, əla. Davam edək, rahatdır sizə, gedək. Əla. Dəyərsiz hiss edirsinizsə, YouTube-da tamamilə ödənişsiz dəyərsizlik workshopum var. Girirsiniz ona, baxırsınız, dəyər duyğunuz qalxır. Yəni ona baxanda çox şey dəyişəcək 50%. Bilmirəm, dəyərsizlik workshopunda olmusunuz, may ayında eləmişdim. İldə 2 dəfə eləyirəm. Okay. İndi gəlin biraz daha sizlə dərinə gedim, daha dərindən işləyək. Gəlirik kök baza fon olan emosional boşluq məsələlərinə. Okay. İndi istəyirəm Instagramda da bir 10 dəqiqəlik canlı açım icazənizlə. Çünki sonra məndə zaman problemi olur. Ciddi şəkildə zaman problemi yaşayıram. Okay. Instagramda da gedək. Okay. İndi danışıram emosional boşluqdan. Ümumiyyətlə, emosional boşluq nədir? İnsanın 3 təməl duyğu ehtiyacı var. Yəni, 3 təməl ehtiyacı var. Sevilmə ehtiyacı, təsdiq olunma ehtiyacı, dəyər ehtiyacı. Bir də təkrarlayıram. Mənim sevilmə ehtiyacım var, mənim təsdiqə ehtiyacım var, mənim dəyər ehtiyacım var. Əgər bu ehtiyaclarımı mən daxilən özümə verə bilmirəmsə, mən düşürəm emosional boşluğa. Əgər mən emosional boşluğa düşürəmsə, bu duyğuları başqa insanlarda axtarmağa çalışıram. Mən burada yetişkin şəxslərdən danışıram. Aranızda ola bilər ki, 18 yaşdan aşağı olan şəxslər girib iştirak eləyib. Sadəcə dinləyici qismində o. Yəni, dinləyin, maraqlıdır. Amma mən burada danışıram daha çox 18 yaşdan yuxarı yetişkin şəxslərlə. Baxın, mənim əgər tutalım ki, 30 yaşım varsa, 40 yaşım varsa, fərqi yoxdur, 50 yaşım varsa, mənim daxilən emosional boşluğum varsa, mən şuuraltı şəkildə bunu proyeksiya eləyirəm. Sevilmək istəyirəm, təsdiq olunmaq istəyirəm, dəyərli olmaq istəyirəm və mən bunu nə edirəm?
problemə çevirirəm. Həyatım itib batır. O problemlərin çoxunda araşdırsaq, yəni siz dərin şuuraltı terapiyaya girsəz, mənimlə və yaxud da digər mütəxəssislərlə, siz əslində görəcəksiniz ki, bütün problemlərinizin baza fonunda nə gedir? Mənim sevilmək istəyim, təsdiq olmaq dəyər. Bəzən görürsünüz ki, insan uzun müddət məqsəd qoyur qarşısına, amma o məqsədə çata bilmir. İnsan uzun müddət, məsəl üçün, asılı münasibətdən çıxmaq istəyir, amma çıxa bilmir. İnsan uzun müddət qərarsızlıqdır, bəlirsizlik yaşayır, ertələmə problemi yaşayır, çıxa bilmir. Sizcə səbəb nə olur? Səbəb o olur ki, daxildə bu duyğu acdır. Mən başlayıram kişini dəyişdirməyə. Kişi niyə dəyişmir? Mən başlayıram özümdə, necə deyim, anatamı günahlandırmağa. Mən başlayıram mütəxəssisi günahlandırmağa. Nə bilim, hər şeydə insanları günahlandırmağa. Hər kəsdə insanları borclu çıxarmaqda. Hər kəsdə, necə deyim, kimsə mənə məsəl üçün də adi. İndi mən düzdür, bayaq biz kobud danışmaqdan, aqressiyadan, qıcıqlıqdan və inciklikdən danışdıq. Okay, bu bizim bir tərəfimiz idi. Amma duyğu fonunda bəzən mən sadəcə sevilmək ehtiyacımın qarşılansın deyə nə edirəm? Sevilmək ehtiyacım qarşılansın deyə, sevilmək ehtiyacım qarşılansın deyə dözürəm. Mənə görə sevgi kiminsə danlamasını dinləməkdir. Mənə görə sevgi, məsəl üçün deyək ki, bəlirsiz olanı gözləməkdir. Mənə görə sevgi, tutalım ki, nə bilim, birinin məni tənqid etməsidir. Ona görə terapiya prosesinə girən insanlar daha yaxşı bilir bunu. Baxmalıyıq ki, məndə hansı duyğu azdır. Dəyər testi vermişdim sizə qrupda. Yəqin ki, dəyər testini eləmisinizsə, artıq müəyyən etapda müəyyən şeyləri başa düşmüsünüz. Orada mən qeyd elədinizə, məsəl üçün mənim dəyər duyğum yüksəkdir, dəyər duyğum aşağıdır. Düzdürmü? İndi mən necə bilim ki, mənim sevilmə, təsdiq və dəyər duyğuma. Mən bunu nə demək istəyirəm? Əgər mən bir mövzuda problem yaşayıramsa, o mövzu mənim problemimdirsə, mən ona nəzərən qurbanamsa, mən bu üç duyğum var. Bu duyğular baza olaraq, kök olaraq məndədir. Mən bu duyğuları daxilən şuuraltı şəkildə işləsəm, mən emosional boşluğumu özümə verəndə o problem artıq kiçilir. Yəni psixoloji mexanizm belədir. Məsələn, bayaq qrupda bir xanım yazmışdı. İndi mən keçəcəm sual-cavaba. Yazmışdı ki, day eləmədiyim meditasiya, eləmədiyim aformasiya qalmayıb, amma dəyişmir. Çünki şuuraltı səviyyədə terapevtik şəkildə işləməmisiniz. Üz qabığı işlənilib, keçib. Və yaxud OKP xəstəsidir. Obsessiyadan əziyyət çəkib. Gedib spiritual koçun yanına, özünü daha da eləyib ağır dərəcə gəlib psixoloqa. Yəni psixoloq sizin son anda gedəcəyiniz mütəxəssis olmalı deyil. Bir də təkrarlayıram. Psixoloq sizin ən son həddə gedəcəyiniz bir mütəxəssis olmalı deyil. Ən başda kiçik bir problem belə olsaz, bir seans belə almağınız kifayətdir. Bəzən məsələn mənə yazır, neçə seans kifayət edir? Sual verirəm, sənin hansı psixoloji problemin var? OKP-dən əziyyət çəkirsən, depressiyadan əziyyət çəkirsən, panik ataksan ki, sənə konkret seanslarla deyək. Sadəcə insansan, yəni bir seans belə konsultasiya götürə bilərsən, terapevtik dəstək götürə bilərsən, misal üçün deyirəm. Okay. İndi baxım digər suallarınıza. Oradan mən sizlə bir yerdə getməyi sevirəm. Okay. Bəlirsiz olanı gözləmək deyəndə qarşı tərəf başa düşüb, baxın, mən qarşı tərəfi başa düşüb gözləyirəmsə, axı özümdə sərhədini pozuram axı. Bəlirsizlik mənə özümü necə hiss elətdirir? Dəyərsizmi hiss elətdirir? Yetərsizmi hiss elətdirir? Mən hansı duyğumun ehtiyacını axtarıram? Təsdiq olunmağımın ehtiyacını axtarıram? Sevilməyimin ehtiyacını axtarıram? Ona görə də mən bəlirsiz bir münasibətə dözürəm. Bəlirsizliyi götürürəm. Ya münasibət olmasın. Yəni münasibət deyəndə tək qadın kişi getmir. Ola bilər ki, məsəl üçün də iş həyatı ola bilər, şəxsi həyat ola bilər və s. Sevgi sizə görə nədir? Kimisinə görə sevgi şillə təbii yumruqdur. Kimisinə görə sevgi xoş sözdür. Kimisinə görə sevgi, məsələn, birini tərk etməkdir. Hər kəsə görə sevgi anlayışı dəyişir. Baxır, siz necə ailə modelində böyümüsünüz? Sizin daxili anatanız necə olub ki, sizdə bu yaranıb? Ümumiyyətlə, siz nə düşünürsünüz? Sizdə ən çox emosional boşluq hansı sferalardadırmı? Sevilmədədirmi, təsdiq olunmadadırmı, yoxsa dəyərli hiss etmədədir? Siz nə düşünürsünüz bu mövzuda? Fikirlərinizi yazın. Mən artıq keçəcəm suallara cavab verməyə. Yəni, bura qədər diqqətlə dinlədinizsə, məncə çox şeyin fərqinə vardınız. Yəni, probleminizi necə həll edəcəyini belə özünüz görə bildiniz. Əgər, yəni, baxa bildinizsə. Amma təbii ki, bununla kifayət eləmir. Bizə daha çox dəstək lazımdır. İndi onu da sizə göstərəcəm ki, Çika metodikasında bunu necə işləmək olar. Yəni, onu da indi sizə göstərəcəm. Sadəcə istəyirəm yanıtlarınızı alın ki, qrupu oxuyacam olsun, narahat olmayın. Yəni, çatmasaq ikinci sizə Zoom linkini açacam, ancaq sual cavablarınızı oxuyacam. O baxımdan narahat olmayın.
Mən özümü dəyərsiz hiss edirəmsə, ətraf aləm də mənə dəyərsiz kimi yanaşacaq. Mən özümü rədd edirəmsə, ətrafdakılar da məni rədd edəcək. Mən özümü sevmirəmsə, ətrafdakılar da məni sevməyəcək. Mən özümü yetərsiz hiss edirəmsə, ətrafımda elə insanlar seçəcəm ki, məni yetərsiz hiss elətdirsin. Mən özümü yox sayıramsa, elə insanlar tapacağam ki, onlar da məni yox sayısın. Siz, yəni bunu düşünmədən edirsiniz də, şuuraltı səviyyədə bu proses baş verir. Yəni qəsdən baş vermir, onu demək istəyirəm. Əslində hamımızda var ha bu emosional boşluq. Yəni bunun olması bizim əskik olmağımız, kiçik olmağımız demək deyil. Yəni insan olaraq insanlarda var, hamıda var, məndə də var. Amma biz bunu balanslaya bilirikmi? O problem dediyiniz məsələlər kimin sevgisini qazanmaq üçündür, kimin təsdiqini qazanmaq üçündür, kimin gözündə yetərli olmaq üçündür, mübarizəniz kimləndir? Ümumiyyətlə düşünürəm ki, qarşılıqsız həyatda heç nə yoxdur. Qarşılıqsız dediyiniz bir şey mövcud deyil. Əgər qarşılıqsız nəyisə verirəmsə, burada baxmalıyam ki, sevilmək istəyirəm deyə qarşılıqsız verirəm, təsdiq olunmaq istəyirəm deyə qarşılıqsız verirəm, dəyərli olmaq istəyirəm deyə. Üç duyğudan birini axtarsan ki, sən qarşılıqsız nəyisə verirsən. Bir xanım da deyir, məsələn, bayaq buradakı aşırı dərəcədə fədakarlıq eləyirəm. Niyə görə aşırı dərəcədə fədakarlıq edir? Kimin sevgisini qazanmaq üçün? Əslində şuuraltı səviyyədə sevgi qazanmaq istəyir. Ona görə də sərhədini pozur. Amma üzərində işləsə və bəlkə də artıq fərqinə vardı ki, sadəcə sevgi qazanmaq üçün bu qədər fədakarlıq edirmiş. Yəni məsələ budur. İstəyirəm ki, biraz da suallarınızla gedək. Nə deyirsiniz? Qrupa yazdığınız suallarla işləyək bərabər. Əla. Tapdınızsa super. İndi bu üç duyğunu tapdınız da sizdə təsdiq olunmaydımı, sevilməydimi, yoxsa dəyər idimi? İndi probleminizə baxın. O problem niyə var? Hansı duyğuya görə var? Tam səmimi olsanız, o problemi bayaq yazmışdıq. O problemə baxın, özünüzə baxın. Bu problem niyə var? Baxmaq lazımdır. Kim nəyi başa düşdü, kimə nə aydın oldu, kimdə nə fərqindəlik oldu? Hı -hı. Suallarınızın bəzisini oxuyacağam və video rekordu burada stoplayacağam Zoom linkini. Bu YouTube-a gedəcək. İkinci sual cavabını isə ikinci Zoom linkində atacağam. Yəni çatdırmayanlara orada olacaq. Mən tövsiyə edirəm ki, hər birində iştirak edəsiniz ki, başqasının sualına verdiyim cavabda özünüz də tapa biləsiniz. Bir də mütləq şəkildə əgər sizdə nəsə fərqindəlik yaranırsa, nəsə bir nəticə çıxarırsınızsa, mənimlə bölüşün ki, mən də sizin nəticələrinizi paylaşım. Və mən də həqiqətən bilim ki, faydalı iş əmsalı görürəm. Yəni burada boşuna danışmıram. Həqiqətən sizə fayda verə bilirəm. Həqiqətən siz nəticə əldə edirsiniz. Həqiqətən fərqindəsiniz. Yəni mənə mütləq şəkildə geri dönüşlərinizi edin. Edin ki, mən də özümü qiymətləndirim yaxşı mənada. Ona görə sizin rəyiniz mənim üçün çox vacibdir. Yəni mən də faydalı bir mütəxəssis olmaq istəyirəm sizin üçün. Əla. Super. Əgər özünüzü bəli, sizin dediyiniz ailə dizimini mən bilirsiniz, psixoloji səviyyədə bəli işləyirəm. Fərdi sessiyada edirəm. Amma öz metodikamla. Yəni sizin bilmirəm öyrəndiyiniz terapiya yöntəmi necədir? Mən öz metodikamla mütləq şəkildə valideyn travmalarını köklü şəkildə işləyirəm. Hı -hı. Okay. Əla. Mən sevinirəm ki, siz məsələ nədir? Mən çox sevinirəm ki, həqiqətən fərqindəliyi yüksək insanlarla işləyirəm. Məsələn, siz yazırsınız ki, məsələn, mən bu prosesdə gördüm ki, əslində mənim sevilməyə ehtiyacım var idi. Biriniz yazırsınız ki, məsələn, təsdiq olunmaya ehtiyacım. Mən ləzzət eləyir. Çünki insan öz problemini görəndə, başa düşəndə və duyğunu tapanda, demək ki, o problemini artıq həll etməyə yaxındır. Bir dənə texnika artıq sizə kifayət olur ki, o probleminizi nəticəyə aparasınız. O texnikanı da artıq necə işləyəcək, onu mən sizə izah eləyəcəm. Enerji sıxırsa mütləq şəkildə bunu işləmək lazımdır. Yəni bu indi mən sizinlə məsələn ümumi danışıram da. Əgər imkanınız varsa mütləq şəkildə fərdi sessiya götürün. Heç olmasa bir seans da olsa götürün, işləyin. Çünki ümumi sizə ümumi faydalı olacaqsa, görün fərdi sizə nə qədər faydalı olacaq, onu da düşünün. Yəni, fərdi sessiyadan sonra mütləq şəkildə nəticə olur. Əla. Tamam. Siz belə yazdınız. İndi mən sualları oxuyum çünki Zoom linkinin vaxtı bitəcək. Instagramı da yekunlaşdıracağam. Okay. Deməli, bir xanım yazıb. Okay. Təşəkkür edib. Okay. O təşəkkürləri sonra paylaşacağam. Okay. Səsləri bağlayaq. Şəxsi müzakirələriniz gəlməsin səsim. Mən diqqət yayılmasın çünki fokus gedəcək.
Uzun sözün qısası, qısas oxuyuram. Nə geriyə gedə bilirəm, nə irəliyə. Ölümə məhkum olunub, o cür olacağımdan qorxuram. Ümumiyyətlə, qorxduğumuz şeylər məsuliyyətini götürməkdən qaçdığımız şeylərdir. Təkrarlayıram. Qorxduğumuz şeylər məsuliyyətini götürməkdən qaçdığımız şeylərdir. Ə, Ümumiyyətlə, ölümə məhkum deyilsiniz. Sadəcə beyninizdə limitləyici düşüncələr çoxalıb, baryerləriniz çoxalıb. Ola bilər ki, depressiyanın əlaməti var. Avqust qrupunda çalışacağam depressiyanın testini də salım ki, insanlar baxsın. Bəlkə depressivsiz. Depressivsizsə lap aşağıdır. Yəni heç olmasa oradan orayla işləyib çıxmalısınız ki, normal probleminizi aradan qaldıra biləsiniz. Yəni depressiyanı ən azı biraz işləmək lazımdır. Ətrafım tərəfindən qəbullanmayacağımdan qorxuram. Görünür olmaqdan qorxuram. Uşaqlığıma bağlıyam. Ona görə görməməyə, konforma çıxmamağa səbəb kimi fikirləşirəm. Mhm. İndi bu sualların əksini özünüzə versəz, qəbullanmasam ən pis durumda nə olacaq? Görünür olmasam yəni qorxduğum şey başıma gəlsə, ən pis nə olacaq? Götürürsüz vərəqə qeyd edirsiniz. Bu sizə kömək olacaq ki, nələrinsə fərqində olasınız. Bu sualı verənə cavab. Özünüz bunu düşünürəm ki, bu webinarda dinləmisinizsə müəyyən etaba gəlmisiniz. Yaxşı qız olmaqdan yorulmuşam. Kim sizə məcbur edir ki, yaxşı qız olasınız? Bir də əsas sual. Hansı valideynin yanında yaxşı qız olmaqdan yorulmusan? Çünki uşaq vaxtı bizə yaxşı qız olmağı bir etiket kimi öyrədilir. Və yaxud da yaxşı qız, yaxşı oğlan, yaxşı insan fərqi yoxdur. Ha, yəni qız, oğlan, insan bunlara takılmayın. Kimin yanında yaxşı? Məsələn, ola bilər ki, atam mənə öyrədib ki, sən yaxşı qız ol. Yaxşı qızı da bir imaja bürüyüb. Hə, mən də çatmışam 30 yaşıma, başlamışam özümdə şuuraltı da bilməyərək atamın yaxşı qız öyrətdiyi obraza bürünməyə. Düzdürmü? Və bu məni yorur. Axı ata ilə separasiyaya getməlidir və yaxud mama ilə separasiyaya getməlidir ki, mən özüm qərar verim ki, mən necə olmaq istəyirəm. Daxilən ana-ata məsələniz işlənməlidir. İndi o necə işləyəcək mən göstərəcəm sizə 3K metodikasından. Yalan danışa bilir xanım, sosial rahat ola bilmir, aslı deyil, qəribə bir təşviş var. Kimin təşvişidir? Nə ruminasiya üçün nə edə bilərəm? Gözəl. Yox, heç barətərəf sadəcə indidən görmüşdüm, barə şəxsi yazacağam orada. Yaza bilərsiniz. Onsuz da mən indi sizə təlimi də izah eləyəcəm. Kim məndən davam eləmək istəsə, ancaq bir aylıq təlim formatında işləyə bilərik. Çünki ödənişsiz hissə artıq yekunlaşır. Yəni mənim də o sərhədlər var. Mənim də verə biləcəyim bura qədərdir. Sonra əgər mən sualımı qarşı tərəf üzərindən verirəmsə, özümü daxilən günahkar hiss edirəm. Günah texnikasını eləyin. O sizə faydalı olacaq. Okay. Qrupda suallarınızı oxuyuram. Çox uzun suallar yazmışsınız, ona görə biraz oxuyun, gec olun. Oğlumu tək böyütmək məcburiyyətində qalmışam. Bunu dəyişdirə bilmək üçün etmədiyim kodlamalar, manifestlər qalmayıb. Niyə təsir yoxdur? Baxın, xanım özü deyir ki, həyatda ancaq xoşbəxtlik axtarışında olmuşam. Sevilmək, dəyər görmək istəmişəm. Hər zaman dolça qadınların əksəriyyətinin xoşbəxt olmadığı deyilir. Bunu bürcə görə bağlamaq istəmirəm. Sizcə xanım nə yaşayır? Konkret olaraq emosional boşluq yaşayır. Bu üç duyğunun axtarışındadır. Çünki daxilən tam şəkildə hələ özünə verə bilmir. Razısınız da? Görürsünüz də duyğuları çıxara bilirsiniz. Düz mən mütəxəssisəm, bunu rahat görürəm. Siz bilmirəm, görürsünüz, görmürsünüz. Nəyin axtarışındadır? Üç duyğunun axtarışındadır. Çünki daxilən özünə verə bilmir. Hələ içindəki uşaq yaralıdır. İçindəki uşaq yaralıdır. Günah duyğusunu yox eləməyiniz üçün günah texnikasını paylaşmışdım qrupda. Onu eləyə bilərsiniz. Mən incidən bir şeydən qurtulmaq üçün addım atmalıyım, amma səhv edəcəyimdən və qarşı tərəfi incidəcəyimdən qorxuram. Bunu necə aşım? Nədə özümə yox deyirəm ki, qarşı tərəfimi incidəcəyimdən qorxuram. Özünüzə yox dediyiniz şeylərə görə qarşı tərəfi incitməkdən qorxursunuz. İşdən çıxan xanımın emosional azlıq da olsa rol oynadı. İşdən çıxıb sonra məsuliyyət götürmək istəməmək, insanlarla kontaktda olmaq istəməmək. Bu hiss insanın özünə ziyan verir. Neçə illik əziyyətimi heç elədim. Bu vəziyyətlə heç cür barışa bilmirəm. Yazıb.
Bu sadəcə olaraq hal-hazırda xaotik bir vəziyyətincə daxili günahkarlıq duyğusu yaşayır. Mütləq şəkildə günah texnikasını eləyin, amma daha çoxu üçün mən sizə nə edəcəyimizi göstərəcəm bundan sonrakı Zoom görüşündə. Bundan sonrakı ikinci sizə Zoom görüşü açanda o 3K metodikasını göstərəcəm. Maşallah çox yazmısınız. Təşəkkür edirəm həqiqətən. Yəni mən çox sevinirəm ki, bu qədər nəticələriniz var. Ona görə mesajları gec-gec oxuyuram. Okey, uzun sözün qısası. Xanım yazıb ki, xanımdır, bəydir bilmirəm. Yazıb ki, qərarlarım yarım, ideyalarım həyata keçməmiş, sonda isə özümdən narazı, tükənmiş oluram. İnanıram ki, hə, okey. Nəyə görə mən davamlı olaraq mükəmməl olmağı məcburiyyət kimi hiss edirəm? Xanım nə axtarır? Təsdiq. Emosional boşluğunuz təsdiq duyğusu üzərindəndir. Yəni artıq sizə bəllidir. Nəyinsə məsuliyyətini götürə bilmirəmsə, əslində o şey ona görə var ki, mənim təsdiq olunma ehtiyacım var. İndi siz məndən sual verəcəksiniz, bəs bunu necə işləyək? Düzdürmü? İşləməyə görə buradayıq. İndi 3K metodikasını deyəcəm ki, konkret olaraq sizlə necə işləyə bilərik? Okey. İndi yalvarıram ki, suallar qutarsın. Qurtarmır. Okey, qurtardı deyəsən. Kimisə sualı olsa yenə yazar. İkinci görüşdə oxuyaram. Qarışıqdır. Okey, əla. Vəsiyon, bura qədər artıq bəllidir. Deməli, bir yol gəlmişik, fərqindəyik, problemimizi də görürük. Bugün nə öyrəndik? Bugün nə başa düşdük? Nə fərqinə vardıq? Nədən danışdıq? İndi artıq ikinci Zoom linkində keçəcəyik həll istiqamətinə ki, necə işləyə bilərik? Eynən. Yaxşı qız olub müəyyən bir qəlbə salınmışıq. Eynən. Amma bizə bilmək kifayət eləmirdi. Okey, mən bildim ki, daxili uşağım zədəlidir. Mən bildim ki, dəyər duyğusu axtarıram. Mən bildim ki, sevilmə ehtiyacı istəyirəm. Mən bildim ki, yetərli olmaq istəyirəm, görülmək istəyirəm. Mən özümü artıq tapdım. Baxın, e, bunu tapdım. Əsas məsələ, bunu necə işləyək? Tamam, mən burada yekunlaşdırıram. İkinci Zoom linkini sizə atıram.